Belə bir aparatımız gəlib. Tam zavodskodur. 3 fazadır. Buradan pres buna bütöv gedir. Pres bütöv gedir. Doğruyur və buradan püskürür 1 metr 2 metr. Prosta böyük doğruyur. İnşallah bunu sökəcəyik bizim seximizdə. Bu tam təkərli bir şeydir. Gördüyün kimi zavodsko, yəni dəbərmək olmur, ağırdır. Bu da zavodskoydu. Bu da inşallah yenə bizim sexə gəlib bunu da sökəcəyik. Zavodskoydu, pisdir, qəşəngdir. Yəni mən malı pisləmirəm. İndi birdən ki, zavodun malı kimsə satan deyər açsın, mənim malım pisdir. Yox, pisləmirəm. Prosta söküb bəzi dəyişikliklər eləyəcəyik. Məsələn, bunu motoru yandırıblar. Xam ustalar olur, motor yandırıb, götürüb belə bir şeylər eləyib. Ustalara demək istəyirəm. Götürüb gör motorunu ağarıblar. Bir dənə belə şey, puskatel qoyublar, bir dənə avtomat qoyublar, kondensatorı, bir dənə 60 mikrofat qoymaq, bir dənə 350 qoymaqdan ikisini götürüb səhv qoyublar. Naş ustalar, ikisini də 60 mikrofat qoyublar. Bax, cəmaata ziyan vurubsuz. Motorun kontaktı yanıb, dayanıb. Bunun bıçaq sistemi dəyişirik, motor sistemi dəyişirik. Bunun püskürtməsi 3 fazadır. Kim istəsə bunu sata da bilərik, klientə başqasına da verə bilərik. Bunu remont eləyəcəyik də əslində. İndi qalıb özümüzə, öz əlimizdədir. Pres buna bütöv gedir. İpli qarışıq at fırlana doğrayır. Buradan püskürdür. Bu da zavodskoydu, bu da zavodskoydu və gördüyünüz kimi bu da zavodskoydu. İnşallah bu da gəlib bizim səhə. Bunu da söküb remont eləyəcəyik. Əslində sökmüşük. Remont eləmiş vaxt yoxdur. Paçemik sistemi çəkib çölə çıxardacağıq. Gördüyünüz zavodskoydu qırılıb. İnşallah bunu da biz düzəldəcəyik. Kimdə belə aparatlar varsa, danışan usta Sərxan Biləsvar balasıdır. Bu da bizim aparatlardır. Samolyota yığılan aparatlar. Materiallar da göz qabağında hamısı. İş budur, keyfiyyət budur. Bunlar da qəşəngdir, pis mal deyil. Nə olsun zavodskoydur. Prosta indi bəzi klientləri elə klienti zavodsko qane eləyir, elə klienti zavodsko qane eləmir. Bizim aparatlarımız alınır. Bunların bıçaq sistemləri hazırdır. İnşallah bıçaq sistemlərimizə içərdədir. Canavarlar işləyirlər, maşallah. Bıçaqlar buradadır. Bunlar pokordan, sınıfdan gəlib, yığılıb. Bu isə 3 fazadır. Siyazənli qardaşındır, Həmid qardaşındır. 7 kilovat demişdi, indi 9 kilovat qoymuşuq. 7 kilovatımız olmadı. Oldu, yaxşı yerinə düzəlmədi, 9 kilovat qoymuşuq inşallah. Uşaqlar ustanov bilir. Bu hansı aparatdır? O gün zarafat eləyib deyib gülürdüm ha. Pilləkənlə qalxılan aparat. Həmin aparatda indi sistemi, motor sistemi vurulur. İnşallah. İş budur, keyfiyyət budur. Canavarlarım işləyir maşallah. Bu Səfər qardaşımızın da yanmışdı. Zamanət vermişəm, düzəltdirmişəm. İnşallah Şamaxıya gedəndə aparacam. Bu yüzden motorumuzun kondensatörü partlayıb. Bunu atmışıq qırağa, klientə vermirik. Bu isə təzə gələn motorlarımızdır. Üst sarğılı motorlar. Bu motorumuzda problem çıxdı, bunu klientə vermədik. Atdıq qırağa qaldı, yəni iş böyle. Klientə verməm problem çıxan motorları. Ha qardaşlar. Bunlar da bizim segmentlərimizdir. 1 blok, 2 blok, 3 blok, 4 blok. Boşqaykalar yəni 13 qoyun, 10 qoymayın. Çox ustalar 10 qoyur buna. 10 qoymayın, 13 qoyun. 13 dözümlüdür, 10 zəifdir. Materiallarına, qallıqlarına baxın. Bax, biz belə işləyirik. Materialın qallıqlarına baxın.